Ləman, imkan eləyən kimi mənə zəng elə, yaxşı? Səndən cavab gözləyirəm. Yorulmayasan xala. Maşallah. Üzün yaman gülür ha, deyəsən işin düzəldi. Hə, işə düzəldim. Sənə bir yağlı beş. Halal olsun. Niyə xətrimə dəyirsən ki? Ömrümdə birinci dəfədir ki, özüm üçün nəsə eləyirəm də. Daha işləyib öz pulumu qazanacağam, heç kimə möhtac olmayacağam. Nə danışırsan? Burada başqasının pulunu qazanırdın. O pul burada da qazanırdın da, rahat üstü evin içində oturmuşdun. Xəbər verirdi də vaxtında puluvu. O başqa, bu başqa. Ay ağılsız, deyirəm heç özün özünə bir güzgüdə baxırsan, hə? Rahat oturmuşdun, heç kim sənə dəyib toxunmurdu, pulu da qazanırdın. Ora gedib əziyyət çəkəcəksən də. Xala, mən bu ailəyə möhtac olmaq istəmirəm. Həm də ki, onsuz iş tapmışam. Biraz işləyim, pul yığım, özüm ev tutacağam. Gözdə. Elə Toğrul da onu deyir. Gör hələ bir razı olacaq. Onsuz da mənə ehtiyacları qalmayacaq ki. Sənin başın üçün. İki dünya bir ola Toğrul razı olmaz ki, sən işə gedəsən. Nəysə də xala, bu məsələləri vaxtı gələndə danışarıq. Sən amma heç kimə heç nə demə, yaxşı? Yaxşılıq yoxdur da.